Sabahınız xeyir olsun. Fevralın 19'u bugün növbəti seminarımıza start verilir. Yəni bugün bu seminar doğrudan da bütün traderlar üçün həqiqətən də maraqlıdır. Yəni bütün traderlara vacibdir. Təbii ki, diqqətlə yəni oxuya bilərsiniz. Nə üçün mən uduzuram? Yəni bu uduzmaq deyəndə istənilən bir traderin, yəni ümumiyyətlə ticarət planında hər zaman, yəni tez-tez rast gəlinən bir haldır. Yəni burada mən nəyi düzgün eləmirəm, ümumiyyətlə nə üçün mən uduzdum, yenə ziyanla bağladı, yenə stop loss götürdü, yenə ziyana gedir. Bu, deyək ki, bu barədə biraz adresa bir 10-15 dəqiqə söhbət edəcək. Təbii ki, bizim bu rolikimiz, yəni bu sahədə, yəni biz bugün üçün çox qısa olacaq, 10-15 dəqiqə olacaq. 10-15 dəqiqədən sonra yəni başlayarıq, yəni fərdi qaydada, yəni sabit şəkildə sizə izah eləmək. Təbii ki, rolik üçün biz 10-15 dəqiqə yəni kifayət edər. Bəzi traderlər, yəni bəzi nüansları əldə etsinlər. Yəni təbii ki, burada istənilən bir trader, yəni bugün üçün, yəni burada olan bu, deyək ki, 20-25 nəfər içində, deyək ki, bunlar real traderlərdir, yəni real hesabları idarə edən insanlardır. Hər dəfə yəni onlarda yəni rast gələn bir vəziyyətdir. Tez-tez stop outlar olunması, deyək ki, ziyanla bağlanması, stop lossların düzgün təyin edilməməsi, bunların hamısını yəni punktlarla sizə izah edəcəm. Yəni ümumiyyətlə təbii ki, bu roliki izləyənlər çoxlar, bir çox traderlər yəni bu roliki izləyə bilərlər, yəni izləyirlər. Təbii ki, onlar ola bilsin bəzi təcrübəli traderlər yəni inkar edərlər ki, bizdə ziyanlar olmur, yəni biz ümumiyyətlə gəlirlərlə bağlayırıq. Yəni sizin nəzərə çatdırın, fərq eləməz, istəyər təcrübəli, təcrübəsiz, hər bir traderin əməliyyatında ziyan olur. Bunu deyək ki, böyük əminliklə deyə bilərəm. Yəni təbii ki, əminliklə deyə bilərəm ki, ziyanlar olur. Yəni peşəkar traderlər, yəni onların deyək ki, məbləğindən çox şey asılı, depozitlər böyük olduğundan, əməliyyat ziyana gedirsə, onların balansı ona imkan yaradır, şərait yaradır ki, onlar əməliyyatlarını uzun müddətli saxlaya bilirlər. Deyək ki, tendensiya bildiyiniz kimi, ümumiyyətlə bu bazarda deyək ki, hərəkətlər bir mənalı deyil. Yəni, ümumiyyət tendensiya birbaşa yuxarı qalxsın və yaxud da aşağı düşsün. Yuxarı qalxan tendensiya qısa zaman ərzində aşağıda düşə bilər, aşağı düşən tendensiya yuxarı qalxa bilər. Yəni, traderlərin bəzilərində depozitdə məbləğ çox olduqda, yəni bunlar əməliyyatlarını uzun müddətli saxlaya bilərlər. Yəni, minusdan da olsa, yəni növbəti həftədə, növbəti ayda plusa gələ bilər. Yəni, burada gördüyünüz kimi, təbii ki, bu suallar, yəni, hamımıza çox tanışdır, burada olan, realda olan insanlar, yəni, real əməliyyatları olan insanlar, yəni, bu çox tanışdır. Təbii ki, burada təzə traderlərə var, hələ onlarda, deyək ki, belə bir suallar yaranmayıb, yəni, bu suallar hansı traderlərdə yarana bilər? O traderlərdə ki, onlar çox səbirlidirlər. Yəni, təbii ki, hər bir trader əməliyyata başladığınızda, yəni ki, hansı nüanslara fikir verməlidir, bunları biz gələcək indi biraz keçəndən sonra sizə izah edəcəm. Təbii ki, burada biz sonra keçərik sizə, yəni gördüyünüz kimi risk managementdən, traderin psixologiyası, stop loss, yəni bu stop loss çox vacibdir, yəni stop lossun düzgün təyin edilməsi həqiqətən çox vacibdir. Yəni, bəzi traderlərin peşəkar kurslarda mən buna izahını vermişəm. Yəni, burada stop lossları hansı səviyyədə qoymaq lazımdır. Yəni, qısa, konkret, mən keçim həmin stop losslara. Yəni, deyək ki, burada mən çalışaram sizə izah verim. Yəni, stop lossları hansı səviyyədə qoymaq lazımdır. Yəni, gördüyünüz kimi, ümumi tendensiyada və yaxud da ki, hansı bir bazarın sabit vaxtında hər hansı bir trader fərq eləməz istər, normal təcrübəli istər, təcrübəsi ilkin başlayanlarsa, təbii ki, təcrübəli traderlər uzun müddətli əməliyyatlara üstünlük verirlər. Amma yeni başlayanlar üçün isə, deyək ki, belə əməliyyatlara tez-tez üstünlük verir. Yəni, hal-hazırda birinci cədvələ nəzər salaq. Görək ki, məsələn, fikirləşirik ki, qiymət yuxarı qalxır və burada siqnal var buy əməliyyatlarına. Deyək ki, hər hansı bir trader buy əməliyyatlarını verir. Yəni, yuxarıda gördüyünüz kimi müqamət xəttidir, yəni rezistan aşağıda isə support xətti durur. Yəni, burada traderlərin əksəriyyəti gördüyünüz kimi buy əməliyyatları verəndən sonra bir çox traderlər take profit'i, yəni gəliri götürmək üçün rezistansdan yuxarıda qoyurlar, bu səhvdir. Nə üçün? Yəni, ən düzgünü
deyək ki, resistance en azından 10-15 punkt aşağıda yerləşməlidir. Nə üçün aşağıda yerləşməlidir? Ola bilsin, həmin müqamət xəttinə 10-15 punkt qalmış qiymət əks istiqamətdə qayıtsın. Yəni, tendensiya dəyişilsin. Bunun üçün də biz yenə nəzərə çatdırım ki, bu məsafədən asılıdır. Məsafə əgər çoxdursa, resistanceə qədər ondan 10-15 yox, 20-25 punkt aşağıda qoymaq lazımdır ki, ola bilsin 20 punkt qalmış, resistanceə əks istiqamətdə qayıtsın. Yəni, bunu ölçmək lazımdır, bunu da sizin nəzərə çatdıracağım, necə ölçmək lazımdır. Stop lossları. Stop lossları bir çox traderlər, yəni kimi 10, kimi 15, kimi 20-25 punkt stop lossları təyin edirlər. Yəni, nəzərə çatdırmaq istəyirəm, qeyd etmək istərdim ki, yəni buna diqqətlə baxın. Sizin istəyinizlə deyil bu. Yəni, bazarın tələbinə dair biz stop lossları yerləşdirməliyik. Necə yerləşdirməliyik? Deyək ki, bay əməliyyatları verdik, biz aşağıda support xəttini gözləyir. Biz bayı verəndən sonra olan bizim qısa müddətli tendensiya dəyişilsin və aşağı doğru hərəkət edəsin. Əgər biz aşağı gördüyünüz stop lossdan yuxarıda biz stop lossu təyin edəriksə, bir çox traderlərin təyin etdiyi stop losslara baxın bu səviyyələrdir. Bu səviyyələrdə, yəni ki, biraz 20, 25 punkt, 15 punkt aşağıda təyin edirlər. Bu səviyyələri təyin edilərsə, yəni böyük məmnuniyyətlə siz deyək ki, həmin pulu sadəcə olaraq elə belə, yəni heç nədən bazara hədiyyə edirsin. Yəni çalışmaq lazımdır ki, bazara bunları hədiyyə eləmək lazım deyil. Yəni təbii ki, bildiyiniz kimi pulu, gəliri əldə eləmək üçün nə etmək lazımdır? Yəni dəqiq analiz vermək lazımdır. Əgər pulu bazara hədiyyə eləmək istəyirsə, istənilən bir əməliyyatı verin. Yəni görürsünüz ki, əksər əməliyyatlar 10 əməliyyatdan analizsiz 9-u bazardan olacaq. Yəni bunun üçün də siz bazardan əldə eləmək üçün, yəni bu bazarda bildiyiniz kimi siz deyək ki, bazar sizə heç vaxt işləmir, siz bazara işləyirsiniz və tələb təklifinə görə formalaşmalıdır bazar. Yəni stop lossu biz supportdan aşağıda 20-25 punkt aşağıda qoyuruq. Bunu nə üçün qoyuruq? Ola bilsin, qiymət əks istiqamət gəlsin, supporta dəysin və yaxud da ki, elə vaxt olur ki, 5 punkt, 10 punkt neyləsin, supportdan keçsin aşağı. Yəni bu halda da stop lossu dəyinir və qiymət yenidən neyinir? Yuxarı gelir. Təbii ki, bu özdən geri edir. Bu da ki, yəni bir çox hallarda rast gəldiyimiz bir vəziyyətdir. Burada gördüyünüz kimi biz sell verdik, yəni siqnal oldu sell. Biz gördüyünüz kimi supportda take profit, supportdan 10-15 punkt yuxarıda yerləşdirməliyik. Nə üçün? Ola bilsin, hər hansı bir bu qiymət yəni gəlir, yaxınlaşsın, supportda 5 punkt, 10 punkt, yaxınlaşsın, əks istiqamətdə qayıtsın. Yəni bir çox traderlər, yəni take profitin, yəni tamahı yüksək olan traderlər, yəni tamahdan yəni biz söhbət açarıq. Tamahı yüksək olan traderlər götürürlər, yəni sell verəndən sonra take profitləri supportdan da qat-qat aşağıda qoyurlar. Yəni hansı ki, ümumiyyətlə qiymət heç vaxt həmin fiquru görmür. Yəni lazımdır bu qısa müddətli əməliyyatlar üçün, yəni yeni başlayan traderlər üçündür. Yəni burada supportdan yuxarı take profit, stop lossu isə gördüyünüz kimi resistancedan aşağıda yox, resistancedan yuxarıda qoymaq lazımdır. Aşağıda qoyarsınızsa böyük məmnuniyyətlə elə vaxt olur ki, həmin nöqtəni 1-2 dəfə yoxlayıb. Yəni ola bilsin 3-cü dəfədə yoxlasın və yaxud da ki, yoxlayandan sonra 5 və yaxud da 15 punkt yuxarı qalxsın. Yəni gördüyünüz kimi elə bir intervensiyalarımız ki, qiymət iti sürətdə xəbərsiz, yəni bir müəyyən punkt yuxarı qalxır, sonra kölgə saxlayaraq atskok verir, aşağı düşür. Yəni bunun üçün də bu bazarın bildiyiniz kimi, yəni arzu olunmaz şıltaq əməllərindən yəni qorunmaq üçün mütləq nə etmək lazımdır? Stop losslardan istifadə etmək lazımdır. Yəni elə traderlər var, ümumiyyətlə stop losslardan istifadə etmirlər. Yəni bu çox təhlükəlidir. Belə şeylər ümumiyyətlə bu başdan deyim ki, sizə yol verilməzdir. Yəni stop losslar mütləq olmalıdır. Trader müəyyən etməlidir ki, konkret deyək ki, maliyyə planı qurmalıdır ki, bu ziyanı qarşılayanda əməliyyat bağlansın. Və yaxud da stop loss qoymursa, nəzərdə tutduğu həmin ziyanı gördükdə avtomatik əməliyyata bağlamalıdır. Və ya nəzərdə tutduğu həmin ziyandan bir qədər keçdikdən sonra avtomatik saxlamalıdır. Və eyni zamanda əməliyyatı açırsa, gəlir olursa, nəzərdə tutduğu gəlirə çatan kimi və gəlir biraz çoxaldıqdan sonra avtomatik onu saxlasın. Yəni burada avtomatik onun hissləri birbaşa dönür tamah hisslərinə. Yəni tamah hissinə dönəndən sonra qoyduğu take profit daha da yuxarı çəkir. Yəni bu da sonu faciə ilə bitə bilər. Və yaxud da ki, deyək ki, 20 punkt, 30 punkt, 50 punkt qoyub həmin nöqtəni görəndən sonra
daha da yuxarı qaldırır və növbəti xəbər çıxandan sonra bazara əks istiqamətdə qayıdır, gördüyü həmin 30-40-50 punkt gəliri minusla qarşılayır. Yəni, belə halları yığışdırmaq lazımdır. Ümumiyyətlə, yəni dəqiq plan üzrə hərəkət etmək lazımdır. Yəni, ümumi baxanda burada əsasən də trendin əksi olan istiqamətdə, yəni burada bir faktı qeyd etmişəm, yəni əvvəlki səhvin davamı təpədə almaq, dilədə isə satmaq, yəni dibdə isə satmaq. Bir sürü traderləri, yəni bu şəkli sizə göstərəcəm, yəni bu şəkildə bu bir çox traderlərə xas olan bir xüsusiyyətdir. Yəni bir çox traderlər ümumi istiqamət yuxarı getdikdə həmən yuxarıda götürülür pay açırlar. Təbii ki, yəni mən qeyd etdim, istənilən bir tendensiya bir mənalı deyil ki, getsin yuxarı ümumiyyətlə və yaxud da aşağı düşsün. Hər bir ciddi bir trendin korreksiyası 300-500 punkt var. Əgər bunlara siz belə deyək, qısa müddət, yəni yadınızı saxlayırmışsınız, yəni rolikdə növbəti günlərdə baxarsınız, yəni bir yenidən refresh olar, yəni bilərsiniz ki, hansı punktlara nələri izah eləmişəm. Yəni bir çox traderlərdə, yəni bizi izləyən hər 10 traderdən 6-sının, 7-sinin səhvidir. Maksimum nöqtəyə qalxdıqda və yaxud da ki, gün ərzində mən peşəkar kurslarda hamısını, yəni gün ərzində hərəkəti ölçüb və yəni riyazi üsullarla deyək ki, formulusunu vermişəm, sizə açıqlamasını vermişəm, düsturlarını vermişəm, yəni nələri hesablamaq lazımdır və növbəti gün üçün nə qədər hərəkət edəcək. Həmin hərəkəti etdikdən sonra, qiymət, deyək ki, gün ərzindən 150 punktu missiyasını yetirəndən sonra növbəti bir şam yaranır, iti sürətlə 5 punkt, sonra atskok verir, 7 punkt atskok verir, 10 punkt yuxarı qalxır və yeni başlayan traderlərin demək olar ki, ağlını başından alır. Və bunlar fikirləşirlər ki, bu yenə qalxacaq. Həmin pikdə götürüb buy verir. Buy verindən sonra atskok verir, gəlir aşağı. Və yaxud da xəbər çıxır, hər hansı bir xəbər. Məsələn, deyək ki, bu yaxınlarda Dragon'ın danışdığı xəbərdə qiymət arası 200, 205, 210 punkt aşağı doğru hərəkət edir. Və burada traderlər real olaraq görürlər ki, qiymət 200 punkt aşağı gəlir. Və həmin bu nöqtədə sabit zaman itibarında 1-2 şam iti sürətdən aşağı doğru hərəkət etmək istəyir. Cəhd edir ki, yəni aşağı gəlir. Burada traderlərin əksəriyyətdə sələmətlərini yerləşdirir və qiymət bir müddətdən sonra neyini? Yuxarı doğru hərəkət edir. Yəni, hər günün missiyasını tamamlanmasını gözləmək lazımdır. Əgər biz hesablamalarla götürür bu gün ərzində qiymət ümumi qaydada 100 punkt hərəkət edərsə və yaxud da 150 punkt hərəkət edərsə, etməlidir, yəni 150 punkt. Biz, orada plus minus var, yəni 20 punkt aşağı, 20 punkt yuxarı. Məsələn, keçən səfər yadınızdadırsa biz hesablamışdıq 120 punktdur. Amma qiymət 138 punkt hərəkət edir. Yəni 18 punkt, yəni aşağı yuxarı yoxlaya bilər. Ondan sonra isə təhlükəlidir bazara girmək. Yəni əgər biz 120 punktu müəyyən eləmişiksə, onu götürdüksə, demək olar ki, bazardan çıxmaq lazımdır. 120 missiyanı tamamlayandan sonra bəlli deyil. Qiymət ondan sonra yuxarı qalxacaq və yaxud da ki, aşağı düşür. Təbii ki, o da xəbərlərdən asılıdır. Bu da fakt olaraq gəlir, çıxır fundamental analizlərə. Yəni, fundamental analizlərdə mütləq baxmaq lazımdır. Fundamental faktorlara baxmaq lazımdır. Fundamental faktorlarda, yəni qeyd etmək istədim ki, xəbərləri mütləq izləmək lazımdır. Yəni, çox gözəl bilirsiniz ki, yeganə olaraq Azərbaycanda Infor şirkətinin təşkil edir həmin saytda, infor.az saytında, Azərbaycan dilində bir neçə dəqiqədən xəbər çıxana, bir neçə saniyədən sonra xəbər orada çıxır. Azərbaycan dilində, öz ana dilimizdə. Və xəbərin yaxşı olması, əgər olarsa yaşıl rəngdə, pis olarsa qırmızı rəngi göstərir. Və eyni zamanda bir şey qeyd etmək istəyirəm ki, proqnoza mütləq fikir verin. Yəni, proqnoz həqiqətən çox vacibdir. Yəni, deyək ki, biz gözlürdük, məsələn, ümumdaxil məhsulu gözlürdük ki, əvvəlki göstərici müsbət 2%-dir, məsələn, proqnoz göstərir ki, düşəcək 1.2%-a, aşağı düşəcək
Amma faktiki çıxdı, daha yüksək çıxdı. Proqnozdan daha yüksək. Və yaxud da ki, təbii ki, bu müsbət aldı. Və yaxud da ki, göstərir ki, minusdan çıxacaq. Məsələn, deyir ki, mənfi 0.8 çıxacaq. Amma faktiki çıxdı, mənfi 0.3 çıxdı. Bu yenə müsbət aldı. Bizim ümid etdiyimizdən, gözlədiyimizdən daha yaxşı çıxdı. Yəni biz gözləyirik mənfi 8 gözləyirik, amma mənfi 3 çıxdı. Bu yenə nədir? Yaxşılığa doğru. Təbii ki, əvvəlki göstəricilər pis olsa da proqnozdan yaxşıdır. Yəni bir çox traderlərdə çaşdıran elə məhz bunlardır. Növbəti fundamental faktorlar. Ümumi tendensiya baxanda, bu traderlərin tendensiyaya baxanda yenə 60-70% ümumiyyətlə fundamental faktorlara fikir vermirlər. Əməliyyatlara heç nəsiz düşünmədən əməliyyatlara edirlər. Əməliyyatları verəndən sonra qiymət əks istiqamətdə gedəndən sonra ayrılırlar ki, bax, filan bir xəbər, hansısa bir xəbər çıxdı. Avropada və yaxud da İngiltərədə və yaxud da ki, Amerikada. Bunu qabaqcadan biznes planında trader ilk öncə xəbərləri izləməlidir. Hər dəfə bütün roliklərdə bunlar var. İkinci etapda isə açmalıdır, trend xətləri müəyyən, dünənin maksimum nöqtələrini təyin eləməlidir, trend xətlərini, 0-cı nöqtəni, ikinci təsdiq edişanları, bunları mütləq təyin eləməlidir. Yəni, ticarət planı mütləq olmalıdır. Ticarət planında, yəni, siqnal olmadan bazara girmək olmaz. Yəni, burada da, təbii ki, GEP-dən yazmışıq, yəni, bilirsiniz, GEP-in ziyanı və xeyri. Təbii ki, əgər siz əməliyyat açmışsınızsa, 5-ci gündən, 1-ci keçən günlərdə GEP-lər, yəni, şamlar arasında boşluq yaranır. Yəni, deyək ki, 5-ci gün sizdə bay əməliyyatları varsa, qoymuşsunuz 20 punkt yuxarı qalxandan sonra take profit götürsün. Qiymət 20 yox, GEP açılandan sonra deyək ki, 50 punkt yuxarıda açılır. Qiymət sizin qoyduğunuz take profit, 20 punkt take profit yox. Hansı qiymətdə açılırsa, həmin qiymətdə take profit götürür. Bu, bunun plus tərəfidir, müsbətlə. Mənfi cəhətdir, əgər sizdə sel əməliyyatları durursa, qoymuşsa 20 punkt ziyana getsin, saxlasın, 50 punkt açılsa, 50 punkt ziyan almalıcaq. Take profitdən atılıb, hansı qiymətdə açılırsa, həmin qiymətdə bağlanacaq. Bu, traderin yaddaşı vərəqində var. Gələcəkdə bunun üçün seminarda hazırlayarıq. Kimin sual olsa o verə bilər. Bir də, vacib xəbərlərdə GEP-lər yaranır. Məsələn, ola bilir ki, sel əməliyyatları vermişsiniz. Stop lossu qoymuşsunuz 10 punkt. Vacib xəbər çıxandan sonra bir saatlı zaman itirmana baxırsınız. Qiymət qalxdı yuxarı, siz qoymuşsunuz. Deyək ki, 10 punkt, 20 punktda ziyandan bağladı. Amma siz 10 punkta qoymuşsunuz. Bunu kiçik zaman itirmana, bir dəqiqəli zaman itirmana qonanda görürsünüz ki, GEP yaranır. Bunu bir saatda müşahidə olunur. Belə hallarda yəni, rast gəlmək olar. Sadəcə olaraq çox gec hallarda gec gelir olur, amma yəni, buna nəzarət eləmək lazımdır. Keçək növbəti faktorlara. Növbəti faktorlarda yəni, burada ən əsası deyək ki, stressdir, əsəbdir, qorxudur, həyəcan hissidir, tamaqdır, panikadır. Yəni, stress əsəblardan gəlir. İstənilən bir insan düzgün əməliyyatları seçmir, istədiyi əməliyyatı verir, əməliyyatı verəndən sonra ziyana gedir, bağlayır. Yəni, ümumi tendensiyanı bilmir, sadəcə olaraq şamların hərəkətinə baxır, şamlar qalxır, yuxarı bay verir. Bir dənə bay uğurlu olur. Açkok verir, bir dənə bay verir, ikinci bay da uğurlu olur, üçüncü bay da uğurlu olur. Dördüncü bay isə uğursuz olur. Nə üçün? Çünki ümumi istiqamət bazar qoyandan sonra əks istiqamətdə gəlir. Həmin vaxtı qazandığını qısa zaman ərzində itirir. Əsəbi olur, stres halına düşür. Burada, belə deyək də, yəni, həyəcan hissi, qorxu hissi nədə yaranır? Yəni, burada insan gəlir əldə edib, amma ziyana gelir. İstər-istəməz qorxur ki, yəni, böyük minusla bağlayırlar. Və minusu gördüyücə soyuqqanlı olmalı. Minusu bağlayıb, əksinə əməliyyat açmaq lazımdır. Bunu eləmir. Minuslar çoxalır və bu insanda qorxu hissi yaranır. Yəni, stres də buradan həyəcan hissi yaranır. Yəni, elə vaxtda olur ki, traderlərdə həmin bayaq dediyim kimi gəlirlər olur. Gəlirlər müəyyən bir gəlir. Məsələn, deyim ki, mən əməliyyat vermişəm, bay əməliyyatı vermişəm. Demişəm ki, 20 punkt olandan sonra bağlayacağım. Amma 20 punkt olanda mən bağlamıram. Artıq o tamaqdır. 30 olur, bağlamıram. İyi gözləyirəm. Bu qalxacaq.
Bu bazarda qalxacaq, mənim fikrimcə, mən deyirəm sözünün ümumiyyətlə bazara heç bir aidiyyəti yoxdur. Yəni bazar sırf olaraq analizə, dəqiq düzgün analizə əsasında hərəkət edir. Hər hansı bir xəbər çıxarsa, siz onu tanımazsınızsa, bilməzsinizsə, qəbul etməzsinizsə, həmin xəbər sizə çox gözəl cəzalandıra bilər. Deyək ki, tamah vurdu, siz onu bağlamanız, əks istiqamətli gəldi, panik etsin, sizdə oyandı. Necə, məndə 20 punkt, 30 punkt vardı, mən onu bağlamadım, indi həmin dəqiqə bütün sizə yaxın olan traderlərlə başlayırsınız müzakirə eləməyə. Nə oldu, niyə oldu, necə oldu, hansı xəbər çıxdı sonradan. Sizin sonraki analiziniz heç bir faydası yoxdur. Bunu nəzərdə saxlayın. Keçən növbəti punktlara. Növbəti punktlarda, baxın, ümumiyyətlə bu bazarda diqqətlə fikir verin. Emosiyalardır, fantaziyadır, illüziyadır, xəyal qurmaqdır. Bunlar kimin işləridir? Diletant traderlər, yəni təcrübəsiz, səbirsiz, tələsən traderlərdir. Baxın, istənilən bir əməliyyatı verəndən sonra, biraz gəlir olandan sonra, hər bir yeni başlayan trader xəyallarında, yəni real həyatda əldə edə bilməyəcəyi şeylərə fikirləşir. Kimi maşın almaq istəyir, kimi samayət almaq istəyir, kimi gəmi almaq istəyir. Yəni real olaraq bazara baxmaq lazımdır. Həmin bu bazara, yəni deyirəm ki, bu bazar illüziyalardır, fantaziyalardır. Yəni burada emosiyalardır, ümumiyyətlə istənilən bir emosiya qatılan oyun, bildiyiniz kimi faciə neyədir, sonu faciə. Burada da olaraq, yəni özünüzü toparlamalısınız. Toparlayandan sonra yəni ümumi bir qərara gəlməlisiniz və əməliyyatları yerləşdirməlisiniz. Yəni burada trend xətlərindən söhbət açmaq istəyirəm. Diqqətlə fikir verin. Burada söhbət up trenddən gelir. Yuxarı qalxan tendensiyadan gelir. Diqqətlə fikir verin. Burada ümumi tendensiyanı biləndən sonra, yəni siz nə zaman bilirsə, 100% əmin olandan sonra trend dəyişəcək, həmin an əməliyyat verirsiniz. Əgər qiymət yaxınlaşıbsa müqavimət xəttinə, çox gözəl burada sizin üçün qeyd eləmişəm. Fikir verin, bu halda təbii ki, 0-cı xətti, bir də ki, ikinci təsdiqli şam 7 punkt sırf olaraq mənim nəzəriyyəmdə. Yəni, demək istəyirəm ki, bütün burada olan insanlar da bunu gələcəkdə istifadə edəndə sırf olaraq müəllifin adını çəksinlər və deyək ki, burada həm 0-cı xətəndəki 7 punkt ikinci təsdiqli şam yeganə olaraq 11 ildir mənim nəzəriyyəmdədir. Yəni, bunu da çox gözəl bilsin, yəni effektiv və çox qəşəngdir. Həm burada təsdiqləyicidə tendensiyanın 100% hərəkətində, əks istiqamət hərəkətində ya ikinci təsdiqli şamı sizə kömək olur, ya da bildiyiniz kimi, yəni sırf olaraq şimşək fiqurunun kömək olur. Yəni, ümumi tendensiya yuxarıdırsa, əgər kəsirsə, şam kəsdir. Şam bir neçə gün kəsə bilər, xəbərlərdə, vacib xəbərlərdə kəsə bilər. Bildiniz ki, mən istədim ki, vacib xəbərlərdə əgər support xəttini kəsirsə, ikinci təsdiqli şama ehtiyac duyulmur. Çünki ikinci təsdiqli şamda demək olar ki, qiymət ən azından 80 punkt hərəkət edir. Burada ikinci təsdiqli şamı gözləmək biraz düzgün deyil. Yəni, əgər sabit zaman intervalında kəsdi, ikinci təsdiqli şam yarandı, əvvəlki şamın minimum lav nöqtəsini 7 punkt vurandan sonra seldir. Ya bu hallarda olur, fikir verin buradan. Yəni kəsdi, növbəti bir şam və ya da 2 şam yuxarı qalxandan sonra 3-cü şam şimşək yaradır və aşağı doğru hərəkət edir. Bunu yəqin ki, çox gözəl bilirsiniz. Bunu dəfələrdən qeyd eləmişəm. Ümumi tendensiya gələndən sonra, ümumi tendensiya trendin əksinə olan istiqamətli əməliyyatlar təhlükəlidir. Burada gördüyünüz kimi, mən sel əməliyyatlarını müəyyən eləmişəm, yəni qısa müddətli xətlərini qoymuşam. Məsləhət görülmür. Əgər kimsə vermək istəyirsə, təbii ki, bu məcburi deyil, istəyirsə, qısa müddətli olmalıdır. Take profitlər çox kiçik olmalıdır.
Təbii ki, ola bilər. Tendensiya da burada sel verilir. Bu aşağı nöqtəyə qədər gələ bilər. Amma aşağı nöqtəyə gələnə qədər fikir verin, ümumi istiqamət yuxarıdır. Bu, bay əməliyyatları üçündür. Yəni, bay əməliyyatlarında hər bir bu toxunan zaman, ekstremal yerdə bay əməliyyatları yerləşdirmək olar. Siz bu nöqtələr, yuxarı nöqtələrdə də bay verə bilərsiniz. Amma bu aşağı gələndə təhlükəli deyil. Bay verə bilərsiniz, bu aşağı gəlir. Gələndən sonra biraz müddət sizə tanınacaq. Aşağı gələndən sonra ümumi istiqamət yerindədir, yuxarıdır. Baxın, bir çox treyderlər, bay yox, burada sel əməliyyatları yerləşdirirlər. Bu da çox təhlükəlidir. Yəni, sel əməliyyatları yerləşdirirlər. Demək olar ki, bəzi treyderlər ümumi tendensiyada, uptrenddə sel əməliyyatları yerləşdirirlər. Baxın, burada şəkildə sizə göstərim. Sel əməliyyatları yerləşdirirlər. Sel əməliyyatları yerləşdirəndən sonra qiymət yuxarı qalxanda bu sel az olmuşkən bir də sel əlavə edirlər. Qiymət biraz aşağı gəlir, qalxır, bir dənə sel verirlər. Yəni, burada depozitdə olan məbləğ bazar dözmür. Yəni, burada mütləq əməliyyat vermişsənsə, stop loss yerləşdirməlisən. Stop loss, stop loss, stop loss. Əgər stop loss qoymasan belə getsə, stop out ola bilər. Yəni, stop out oldu, bildiyiniz kimi, yəni təbii ki, zalda olan, girovda olan məbləğ qaydır balansa. Yəni, belə hallarda balans dözmür. Buna fikir vermək lazımdır. Bu hallarda, belə deyək, bu piramida halında ola bilər, martingale halında ola bilər, lavina halında ola bilər. Yəni, bunun üçün də kifayət qədər məbləğ lazımdır sizin balansınızda. Təbii, bu tendensiya nə qədər də yuxarı gedərsə, nə vaxtsa deyil ya, əks istiqamətdə hərəkət edir. Təbii ki, biz martingedən, lavinadan istifadə eləsək, məbləğ çox olsa, gəlir əldə eləmək olar. Amma bu bizim vaxtımızı alır. İngilizcə waste of time. Yəni, boş yerinə vaxt itirik biz. Yəni, oturub belə hallarda stop deyəndən sonra yeni bir əməliyyatlara nə eləmək lazımdır? Məsələn, belə hallarda deyək ki, qiymət neçə vaxtda aşağı düşür. Bizim əgər orada bayımız varsa, biz baya stop loss qoysaydı və bu müddət ərzində sel versəydi, nə qədər pul qazana bilərdik? Yəni, bizim vaxtımız gelməzdi, həyəcan hissi olmazdı, əsəbi olmazdı. Elədir anlar? Qazancımız olur. Qazancımız olardı təbii ki. Yəni, buna fikir vermək lazımdır. Ümumiyyətlə, diqqətlə fikir verin. Yəni, burada bu materiallar əksəriyyəti deyək ki, mən yazdığım kitablardandır. Görün, diqqətlə baxın, birinci punktda baxın. Yəni, qiymətin nəzərdə tutulmuş istiqamətdə dəyişəcəyinə dair ən azı bir əsas və bir əlavə siqnal müşahidə etdiyiniz zaman əməliyyatları icra etmək olar. Bir əsas siqnal olmalıdır, bir də təsdiq edici olmalıdır onu. O zaman nə etmək lazımdır? Əməliyyatları həyata keçirmək lazımdır. Yəni, burada əməliyyatların açılma zamanı qeydiyyat aparılmalıdır. Yəni, qeydiyyatı mütləq aparmalısın. Hər bir traderin öz qeydiyyat kitablası olmalıdır. Əməliyyatı verdiniz, hansı qiymətdə vermişsiniz? Onu mütləq bilməlisiniz. Trader əməliyyat verir, soruşursan, qiymət soruşur, qiymət nə qədər? Qalxdı yoxsa düşdü? Qiymət gün ərzində nə qədər qalxır düşür? Hansı qiymətdə? İndi hansı qiymətdir? Sən əməliyyatda hansı qiymət verirsən? Bilmirəm, orada vermişəm, bilmir. Əməliyyat verir, bilmir. Hansı qiymətdir? Mütləq bilmək lazımdır. İkincisi, sənin gəlir əldə edə biləcək bir məbləği. Onu bilməlisən ki, bu punktda yuxarı geçsə, aşağı düşsə, saxlasın. İkincisi, ziyanı qarşılaya biləcək bir məbləğ. Bir hədd. Bunu bilməlisən. Üçüncü, zaman. Hansı müddətə qədər vaxtçı qalacaq? Yalnızca saxlayın. Əgər gəlirdirsə, bir neçə müddət gedirsə, gəlir. Yəni, buna trailing stoplarından istifadə eləmək olar. Qiymət qalxır, trailing stopdan əməliyyat açılır, sistem açılır. Bu, heç bir ziyanı yoxdur. Amma ziyan olanda, ziyan 2-3 gündən çox qalarsa, istənilən bir normal traderin psixik durumuna
birbaşa təsir göstərir. Birbaşa. Yəni, heç sənən insan əsəbləşir. Açıq əməliyyatı var. Yəni, bunları durdurmaq lazımdır. Yəni, zamanla durdurmasa, getdikcə minusla şişir və əsəblər də pozulur. Yəni, stres, depresiya, hamısı buradan yaranır. Əsəb buradan yaranır. Sonra, psixoloji aspektlər. Hər bir insana xas olan daxili hisslər. Və ya bundan qeyd etmişdir. Qorxudur, tamahdır, ümiddir. Yəni, əməliyyatlar olanda, ziyana gedəndə, yəni ilk öncə gəlir olanda tamah olur, bağlanırsan, sonra ziyana gedir qorxu. Məsələn, istənilən bir treyder tamah söhbəti var orada, ümid söhbəti var. Tamahı bildik. Gəlirdə biz onu bağlamırıq. Biraz yana gedəndən sonra əks istiqamətli gedir, biraz narahat olur. Və yaxud da ki, hansısa bir əməliyyat düz verməysə, əks istiqamət gedəndə qorxulur ki, bu çox ziyanlı olur. Gəlin birinciyə qaydaq, tamah söhbətinə. Əməliyyatı vermişik, biraz gəlir oldu, bağlamadı. Bizim verdiğimiz nöqtəyə çatdı, bağlamadı. Əks istiqamətli getdi. Əks istiqamətli gedəndə həmən birinci hissi oldu ki, ümid hissi. Məsələn, bay vermişik, sevə gedir. Ümid hissi oldu ki, qalxacaq. Qalxacaq. Məsələn, treyderlərdə belə bir xüsusiyyət var. Deyək ki, Xalid görür ki, Xaliddə deyək ki, ümumi istiqaməti vurur. Biznes planı üzrə, maliyyə planını qurur ki, sel əməliyyatlarına siqnal alır. Tendensiya dəyişirdir. Xalid götürür, o da sel verir. Amma mənim bayım var. Xalidlə söhbət edəndə, Xalid deyir ki, bu tendensiya salını mən sel vermişəm. Treyderlərdə, bir çox treyderlərdə, yəni, hal-hazırda olan faktlardır. Mənim bayım varsa, yox Xalid, sənin düzgün əməliyyat verir, o qalxacaq. O mütləq qalxmalıdır. Qiymət aşağı düşür, ümid bəsləyir bu insan. Mütləq qalxmalıdır, çünki bunun bayı var. Fakt, real olaraq bazarı dərk eləmək istəmir bu insan. Yəni, həmin dəqiqə ayılmaq lazımdır. Biraz da minusa gedəndən sonra ayılmaq lazımdır, ziyanla bağlamaq lazımdır. Yəni, əsəbi halında bazara girmək olmaz. Gedib istirahət eləmək lazımdır. Ən azından bir fincan kofe içmək lazımdır və ya da qəşəng bir şokolad yemək lazımdır. Bazardan uzaq durmalısınız. Əgər siz bazardan bir neçə nəfər deyək ki, ziyanla gün ərzində 1-2 ziyanla bağlıdırsa, məsləhət görürəm ki, ümumiyyətlə kompüter sözlə yaxın vurmayın. 80% traderlər bazardan hayır çıxmaq istəyirlər. Amma bu bazardan hayır çıxmaq o qədər də asan deyil. Onlarda heç bir ümumiyyətlə gözünə analiz görünmür. Ancaq şamların hərəkətinə baxırlar ki, uduzumlarını qaytarsınlar. Və bunun sonunda çox böyük bir faciə olur. Bunlar hamısı sırf olaraq traderin psixologiyasıdır. Yəni, istənilən bir trader psixologlara yaxınlaşa bilər. Psixologlar istənilən parapsixologlar, yəni bu sahədən uzaq olan psixologlar. Yəni, ümumi məlumat verə bilərlər. Amma bir sırf 11 illik təcrübəm, yəni sırf psixolog, yəni bu sahanın psixolog olduğu üçün, yəni analitik ekspertlə bərabər sırf psixolog olduğu üçün, yəni məsləhət görərdim ki, bu bazarın psixologlarına yaxınlaşarsınız. Məsələn, bu günə qədər istənilən bir traderin əməliyyatına baxın, həm bay, həm sel əməliyyatlarına. Sırf olaraq mən onun hissindiyim ki, özünə deyim ki, hansı hisslərlə, hansı analiz əsasında sən bu əməliyyatı verirsən. Çox aydındır. Hətta uptrenddə olsun belə bir əməliyyat verir. Deyir ki, bax, gəlir, uptrenddə doğru. Amma ölçüb biçəndən sonra görürsən ki, yox, bu ümumiyyətlə uptrenddə uyğun hərəkət edəməyir. Sadəcə olaraq, yəni bir əməliyyat edib, bu da ki, onun bəxtindən düşüb uptrendi. Amma uptrendi, downtrendi izləmək üçün ümumi nəzəriyyə əsasında sırf düşünən, yəni düşüncə tərzi əsasında analiz edib əməliyyat vermək lazımdır. Yəni, bunlar da ki, baxmaq lazımdır. Məsələn, Draghi bir neçə gün bundan qabaq keçən həftə danışanda, o bilətklər danışanda yazıcadır.
Əksər traderlər qruplarda, yəni çox şükür Infor şirkəti qruplar yaradıb, orada səhifələr yaradıb. Çox traderlər, istər təzə başlayan, yeni başlayan, istər biraz təcrübəli traderlər. Bu sözləri ortadan oxuyuram. Bütün indikatorlar baya göstərir. O biri təsdiqləyir. Bütün indikatorlar baya göstərir. Və kiçik bir xəbər çıxdı Avropada, qiymət 60-70 punkt hərəkət elədi. Bütün indikatorlarda baya göstərir. Amma baya göstərəndən sonra həmin o pik nöqtədə bir neçə traderlər baya əməliyyatlarını verirlər. Bazar isə onlara hörmət namına 4 saat onlara fora verdi, hörmət elədi. 4 saat bazar, 4 şamda, 1 saat zaman imkanına baxarsınız, Draghi danışanın 4 saat qabaq. Bazar hərəkət edədir ki, yəni ondan artıq vacib xəbər olacaq. Vacib xəbər olandan sonra, dövlət məmurları danışandan sonra təbii ki, bazarın istiqaməti dəyişilir. Buna orada heç bir indikator, asiliyator sizə orada kömək ola bilməz. Yəni, bay əməliyyatları verirdisə, xəbər çıxandan sonra pis olsa gəlsə, onlar avtomatik dönüb sel əməliyyatları verilir. Yəni, bu da onu göstərir ki, həmin traderlər hələ də ki, illüziyalara, fantaziyalara, yox, qalxacaq, hamısı bay verir. Amma dərk eləmir ki, xəbər çıxacaq. Daha başqa xəbərlər var. Xəbərlərə bir neçə saatlanmış əməliyyat açmaq qəti qadağandır. Xəbərdən ən azından 5-10 dəqiqədən sonra əməliyyat. Məsələn, dünənki əməliyyatlarda Elmar yazılsa, burada əksəridir, sel əksəridir, bay. Orada nə demək lazımdır? Ən azından 5-10 dəqiqə özlə, 5-10 dəqiqədən sonra gördüyün ki, ümumi tendiyası yoxdur. Yəni, bu halda, əgər siqnal bazara təsiri yoxdursa, bazar 15 punkt aşağı, 15 punkt yuxarı belə bir hərəkət edir. Və sən əməliyyat verdin. Yəni, real olaraq, real hesablarda idarə edən bir şəxsdir. Onu əhatə edən, həmin biz orada söhbət edik, ya da panik hissləri. Əməliyyatı var idi, sel əməliyyatları var idi və 4, 5, 6 punkt gedəndən sonra bağladı. Gəldi, yaxınlaşdı. Elmar, nə üçün bağladın? Dürüşanların yarısı dedik, bay olar, yarısı dedik, sel olar, panik hissi yaranından sonra insan bağladı əməliyyatını. Bir tərəfdən normal aldı, bir tərəfdən isə normal deyil. Hər bir traderin özünün müstəqil bir fikri olmalıdır. Sən əgər əminsənsə, düşəcəksə, bu signalı versə, bütün analiz əsasına düşəcəksə, demək sən onu saxlamalısan. Qalxacaqsa, bay verirsə onu saxlamalısan. Kiminsə dediyinə oturub durarsansa və yaxud da ki, panikaya uyarsansa, səndə heç birini almayacaq. Çalışmalısan, sırf olaraq öz dediyin üstə durmalısan. Əgər dediyin üstə durmasan, bu da faciə ilə bitir. Məsələn, bir tərəfdən deyən 5 nəfər dedi ki, qalxacaq, 6 nəfər dedi ki, düşəcək, sən götürüb sel verərsən. Halbuki o qalxacaq. Çünki sən öncə çaşbaş qaldın. Yəni, belə şeylərə diqqətlə fikir vermək lazımdır. Əsasən də, deyək ki, tamam hissi yarananda insanlarda, yəni bunu çox gözəl oxuyabilirsiniz. Yəni, burada bir çox traderlərə, yəni bizi izləyən traderlərdən bir çoxunda olar. Məsələn, sual verirlər. Diqqətlə baxın. Məsələn, Qafar müəllim deyə müraciət edirlər. Siz bu barədə nə düşünürsünüz? Yəni, mənim fikrimi istəyirlər. Hər hansı bir insanın əməliyyatı var və ya əməliyyat vermək istəyir. Fikirləşir ki, ya bay verir, ya da bay vermək istəyir. Sual verir. Xalid, sən nə fikirləşirsən? Xalid əgər desə ki, mənim fikrimcə qalxacaq, artıq Xalidin ikinci kəlməsində həmin insan önce bay verir. Bayı hazırdır onun. Yəni, bu insanlar heç də əməliyyatlarında uğurlu bir şey, nəticə görməzlər. Bunları konkret olaraq benimizdən alın. Hər biri burada oturan və bizi izləyən hər bir traderin müstəqil fikri olmalıdır. Real planlar əsasında analiz qurmalısınız. İndikator, asiliyator, xəbərlər, trend xətti, dünənin maksimumu, minimumu, ikinci təsdiq şam, sıfırıncı xətt, bunların hamısını analiz edəndən sonra bazara
real baxmaq lazımdır. Ümid tendensiyası aşağı gəlir. Deyək ki, biz tutmadık. Və yaxud da ki, qiymət 150 punkt getdi bir istiqamətdə. Ay, mən 150 punktu tuta bilmədim, bir dənə əməliyyat verim, bəlkə tuttum, onu etməyim. Hər gün bildiyiniz kimi en qədər hərəkətlər var bazarda. Yəni, bazar əks istiqamətdə aşağı gəlir. Downtrend sellər üçündür. Buy əməliyyatlarını qoymuşam burada qısa müddətli. Yəni, mən deyirəm, bunu qoymuşam, yazmışam. Mən deyirəm ki, downtrenddə buy əməliyyatlarından siqnal olmaz, təhlükəlidir. Amma yenə trader